Deməli, bu günləri bir çox uşaqların səhv elədiyi modul bərabərsizliklərə baxmaq istəyirəm. Bunlara tələ suallar deyə bilərik uşaqlar. Bunlarda diqqətli olmaq lazımdır. İmtahanlara çox düşən suallardan biridir. Birinci sualımız belədir ki, modulda 2 çıx 5 kiçikdir -7 bərabərsizliyini həll edin. İkinci sualımız isə modulda 2 çıx 5 böyükdür -7 bərabərsizliyini həll edin. Uşaqlar, biz bilirik ki, modulun nəticəsi həmişə müsbət olur. Yəni, modulda 4 də yazsam cavab müsbət 4-ə bərabərdir. -4 də yazsam cavab müsbət 4-ə bərabərdir. Yəni, modulun nəticəsi həmişə müsbət olur. Və müsbət ədədlərin hamısı -7-dən böyükdür. Amma burada yazıb ki, müsbət kiçikdir -7. Yəni, elə bir ədəd tapa bilmərik. Ona görə modul mənfidən kiçikdirsə, cavabı boş çoxluq yazırıq. İkinci sualımız isə modulu böyük verib -7-dən. Yəni, modulda 2 çıx 5 böyükdür -7-dən. Biz qeyd elədik ki, modulun nəticəsi həmişə müsbətdir və bütün müsbət ədədlər mənfidən böyük olur. Ona görə x-a biz istədiyimiz həqiqi ədədi verə bilərik. Yəni, cavabımız mənfi sonsuzluq, müsbət sonsuzluq olur. Yəni, diqqətli olun bu suallarda. Həll eləməyə ehtiyac yoxdur. Və indi isə belə bir sual buraxmaq istəyirəm bura. Bunu da həllini siz deyərsiniz. Modulda 2 çıx 3 kiçikdir 0 bərabərsizliyini həll eləyin.